Baxın, Quran həqiqətən çox şaxalı bir elmdir ha. Biz oxumuşuq. 80-dən bəlkə çox, 40-dan 80-dən çox Quran-Kərimimizin mövzusu var. Məsələn, olan bir ecazdır. Dəhşətli bir şeydir yəni. Quran-Kərimin möcüzəvi xüsusiyyətləri necədir, nəcüdür bu? Məsələn, bir nə bilim fəsahə bəlağətidir, nə bilim onun təfsiridir, Quran elmləridir, nədir? Hamısı Quranla əlaqədar olan ixtisaslar. Bir muğamdır, qiraat elmidir, hamısı ayrıdır. Amma kök Qurandandır. Və bildiyimiz kimi Quran-Kərimdə sırf ərəb kəlməsinin ünvanındadır. Məsələn, Yusuf 2, Nəhl 103, Şüəra 195, Rə'd 37, Taha 113, Zümər 28, Fussilet 3, Şura 7, Zuhruf 3, Əhqaf 12. Bu aləmizə əsasən, bu aləmizə qeyd olunur ki, Quran-Kərim ərəbidir. Ərəbi-i mubin, aşkar ərəb dilindədir. Niyə ərəb dilindədir? Onunla da işimiz yox, o biraz geri çıxır təfsir sahəsindən və dilçiliyə. Adətən bu kəlmələr və mənalar gərək Peyğəmbərin tamam olaraq, bütöv olaraq Peyğəmbərimizin dərki formasında olsun. Yəni, Allah ilə söz göndərməlidir ki, bu sözü, kəlməni, həm də onun mənasını Peyğəmbər anlamalıdır. Və müəyyən hissəsini də cəmaat anlamalıdır. Yəni, Quran-ı Kərimimizin var, möhkəm ayə. Məsələn, deyir ki, La ilahə illallah, Allah təkdir. Allah, başqa Allah yoxdur. Bura başqa gəlir insanın zihni məna yox. Möhkəm ayə. Və mütəşabih, yadullah, vəchullah, Allahın əli, Allahın üzü. Bu mütəşabihdir. Yəni, başqa mənalar ola bilər. Quran-ı Kərim bütöv hamısı möhkəm deyil ayə. Bütöv hamısı mütəşabih deyil. Kimlər üçünsə, bəzi mütəşabih, bəzi isə möhkəmdir. O da nə? Təfsil. 3 dənə. Möhkəm, mütəşabih və təfsil. Deyir, müəyyən bir hissəsi var ki, cəmaat üçün anlaşılandır. İndi biz Quran-ı Kərim, baxın, hər yer anlaşılsa, bizim ona ehtiyacımız olar. Qoyaq kənara. Kitabı oxumuşuq, anlamışıq, da neyin onu oxuyuruq. Bu 14 əsrdir, biz bunu oxuyuruq. Hələ də bizə qaranlıq qılan olan bir çox alələrimiz var. Nun nə deməkdir? N hərfi. Nədir ki bu? Vəl qələmi və mən yəssurun. Allah anlısı nəyə? Qələmə. Niyə? Onun izahı var. Ben ona danışmışam. Antlar nə üçündür? Niyə and istilər? Hansı sahil and istilər? Səbəb nədir? Və s. və s. Yaşbası qələm nədir? Hansı qələm? Adi qələmdir. Loh məhfucun qələmidir. Nədir? Və ma yəssurun. O şeylər ki, yəssurun. Yazılır. Yazılır, yazılacaq. Nələrdir o yazılanlar? Və s. Bu artıq yol çıxır təfsirə və s. Hədə elə şeylər var ki, Peyğəmbər onu ancaq anlayır. Cəmaat müəyyən fazı anlayır. Müəyyən fazı anlayanlar ki, Peyğəmbər bunlar bildilər. Elə şey var ki, o cəmaat çox anlamı, onu Peyğəmbər cəmaatı izah edir. Vəssalam. Gərək nuzuldan qabaq, Quran-ı Kərimimizin nuzuldan qabaq, Quran-ı Kərimlə Peyğəmbərimizin müəyyən mənada tanışlığı olsun ki, Cəbrail gələrdi, ayə bunu deyərdi. Və deməli, insanın bu barədə eşidən qulağı, görən gözü və dərk eləyən qəlbi, yəni qəlb ürək deyil, ruh. Ruh ona hazır olmalıdır. Mümkün bu kəlmələrin bəzisi tanışdır, bəzi tanış deyil. Ərəb məsələn dilində elə sözlər var, o Quranda elə sözlər var ki, ərəb dilində məsələn onlar tanış deyildi. Bəzi var ki, tanış idi. Tanış olanlar məlum. O ki, tanış deyirlər bu sözlərlə, onu Peyğəmbərlərə izah edirdi. Bu dir məsələ, bu dir yazıda, bu dir bölmədə bir bəhs var ki, ərəb əlfazın, ərəb kəlmələrinin nə cür əda olunması barəsindədir. Bu hərflər nə cür tələffüz olunmalıdır. Və yaxud da nə cür bu kəlmələr cəmaat arasında Hicaz, yəni ki, Məkkə, Mədinə, cəmaat arasında yayılmalıdır və cəmaat oldu anlamalılar. Ki, Allah da bunu Peyğəmbərimizə göndərir ki, Peyğəmbərimiz də bu onun təbliğini eləsin. Cəmaata desin ayəni və izahını da eləsin. Elə olmalı ki, cəmaat bu Peyğəmbərin izahını da anlaya bilsinlər. Nə demək istəyir burada Allah Teala?
Məlumdur ki, Quran-Kərimizin bir hissəsi ərəb ədəbiyyatı ilə əlaqədardır. Yəni orada nə qədər qrammatik qadağanlar var və Allah Taala'nın bir deyək ölçü meyarları götürüb məhz bu kəmələrlə. Allah nə demək istəyir? Kəlməni bilməklə məlum olacaq. Məsələn, bu kəlmə nə deməkdir? Allah bir nə demək istəyir? Deyir, kəlmənin mənasını bilsən, biləcəksən. Bax, kəlmə mənasına, kəlmə neçə cür mənası var, hansı halda hansı mənadır, ona bilmək, olar ki, Allah Taala nə demək istəyir. Sonra görə nə var burada? Asan dərsdir, yəni girişi çox belə çətin deyil. Allah ki, hamımızın bu danışımına məlumatınız var. Hər bir halda Allah Taala elə dildə Quran göndərməlidir ki, onu eşidənlər onu anlaya bilsinlər və dərkləyə bilsinlər. Xüsusən də ərəb xalqı, bilirsiniz, onlar tərsliyi var ki, tərs millət olaraq Quran-Kərim ayəsini rahat qəbul edə bilsinlər. Başqa dildə olsaydı 1000 dənə söz deyirdilər ki, biz nə bilək, bu məsələn farsça, türkçədir, ruscadır. Axı biz ərəbik. Allah Taala yer orada qoymur da, bunların bəhanəsi olsun deyə Quran-Kərim göndərir onların öz dilində.